Əlizadəni də canlı izlədik, amma necə? Deməli biz Red Bull'un Turn It Up tədbiri üçün FOMO-ya getdik. Yəni bu maşını çox bəyənirəm. Bir maşın almaq istəsəm, yəni Red Bull maşını ala bilərəm. Girişdə bu qolbağı və Welcome Drink üçün kupon verdilər. Turn It Up'da nə baş verir? İlk öncə onu deyim. Burada 4 dənə DJ komandası var və onlar yarışırlar, yəni mübarizə aparırlar. Biz də onları bayaq gördüyünüz qolbaqdakı mavi və ya qırmızı rənglərlə əslində səs vermiş oluruq. Yəni onların içərisindən biri qalib etmiş oluruq. FOMO-da ilk dəfə də olurdum. Əlavə olaraq Red Bull'un da hostluğunu etdiyi bir tədbirin olması buranı məncə ayrı bir qəşəngləşdirdi. Gecənin ulduzu mən yox, təbii ki Alizadə idi. Bizi biraz niyavadaraq səhnəyə giriş elədi. Həmvətənlilərini, xüsusən də Naxçıvanlılara salamladı. Mən də burada Naxçıvanlılara salam göndərirəm. Ən sevilən mahnılarını səsləndirdi ard-arda. Mənim isə Əlizadədə ən çox sevdiyim mahnını indi görəcəksiniz. Gün sonu izlediğiniz için teşekkürler.